Allah. Əgər onlardan göyləri və yeri kim yaratmışdır deyə soruşsan, onlar mütləq Allah deyə cavab verəcəklər. İmam Əli əleyhissalam buyurub, Allahın mənası yaradılmışların matməəddəl, heyran qaldıqları və pənah aparılan məbuddur. Allah gözlərin görə bilmədiyi, xəyal və təsəvvürlərdən uzaq olan varlıqdır. Allah adı Allah Taala'nın adlarının ən böyüyüdür. Elə bir ad ki, Allahdan başqasına layiq deyil və bu ad heç bir məxluqa verilməz. İmam Baqir əleyhissalam buyurmuşdur, Allah o məbuddur ki, yaradılmışlar onun mahiyyətini başa düşməkdə, necəliyindən agah olmaqda matməəddəl və heyran qalıblar. İmam Rıza əleyhissalam buyurub, həqiqətən Allah Taala'nın adını çəkmək, onun rübubiyyət və tovhidini bəyan etməkdir. İmam Həsən Əskər əleyhissalam buyurub, Allah həmin o varlıqdır ki, bütün yaradılmışlar ehtiyac və çətinliklər zamanı, həmçinin ondan başqa hər bir şeydən ümidini kəsən vaxt ona pənah aparır.